Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allahın adıyla. Allahın izniyle inşallah ki biz bugün Kur'an ibrətləri bəhsindən Bələm Bavranın barəsində danışacağıq. Bələm Bavra barəsində Əraf surəsinin Quran-ı Kərimdə 175 və 176-cı ayələrində danışılır. Ondan bəhs olunur. Bəli, ayədə konkret olaraq onun adı çəkilmir. Amma İmam Baqir əleyhissalama da bu barədə sual veriləndə ki, nəyə görə bəs onun adı şəxs olaraq çəkilmir? Çünki İmam cavab verir ki, ayə bütün azğınlara, azğın olan alimlərə aid olsun deyə Bələm Bavranın xüsusi olaraq adı çəkilmir. Çünki bu qismdən olan hər kəsə aiddir. Bələm Bavra kimdir? Bələm Bavra Bəni İsrailin alimlərindən biridir və digər alimlərdən fərqli olaraq çox elmi yüksəkdir, mənəviyyatı yüksəkdir, imanı digərlərindən öndə idi. O dərəcədə ki, qeyd olunur ki, o ismi əzəmi bilərdi, Allah onun duasını geriyə qaytarmazdı, dərhal qəbul edərdi. Və Bələm Bavra barəsində hətta İmam Rıza əleyhissalam buyururdu ki, fövqəladə bir gücə malik olan duaları da o bilərdi. Həz. Musa əleyhissalamın ardıcıllarından idi və Quran-ı Kərimdəki ayədə onun barəsində danışılır. Həmin Bələm Bavranın ömrünün birinci hissəsinə biz baxsaq, Həz. Musa əleyhissalam dinin yayılmasında ondan mübəlliğ olaraq, yəni din təbliğçisi olaraq istifadə edərdi. Amma bir yerə kimi. O yerə kimi ki, Bələm Bavra artıq yolundan azmağa başladı, Firona uymuş oldu. Quran-ı Kərim belə açıqlayır ki, bu mətləbi وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِي آتَيْنَاهُ آيَاتِنَا Onlara ayələrimizi verdiyimiz kəsin əhvalatını oxu. Yəni Bələm Bavra barəsində danış. فَانْسَلَخَ مِنْهَا فَأَتْبَاهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَابِينَ O özünü ayələrdən uzaqlaşdırdı, şeytan onu ardıyca çəkdi və nəticədə də azğınlardan oldu. Bu ayədəki insilaq sözü dərini soymağa deyirlər. Yəni bir heyvanın ki dərisi soyulur və bu prosesə ki dərini soymağa deyərlər, heyvanın dərisi əynindən çıxarılma prosesinə və həmin o insilaq kəlməsini burada Quran istifadə edir. Sanki Bələm Bavranın da imanını bu cür şeytan onun əynindən soymuş oldu. Və biz baxsaq əgər, ardıca Allah Müteal insana bildirir ki, İnsan necə diqqətli olmalıdır? Bunu niyə Quran bizim üçün sadalayır? Yəni, onun həyatının əvvəlinə baxsanız, iman baxımından çoxundan da öndədir. Və Allah yanında çox iman baxımından təqvalı şəxsdir ki, Allaha dua edər, Allah onun duasını geriyə qaytarmaz. Amma biz baxsaq, digər hissədə belə deyil. Şeytana uymuş olur. Halbuki Bələm Bavra elə bir şəxs idi ki, şeytan da ondan öz ümidini üzmüşdü. Amma Firona uymaqla, hətta rəvayətlər var ki, Fironun ardıcılı olmasının səbəbi belə oldu ki, əvvəl Firona qarşı idi. Amma Firon onun yoldaşı vasitəsilə ona artıq yoldaşına hədiyyələr göndərməyə başladı. Beləcə yoldaşı da ona bu cür vəsvəsə etməyə başladı. Bələm Bavra da yolunu azmışlardan oldu. Bu əlbəttə rəvayətlərdir. Nəticə budur ki, Bələm Bavra artıq Həz. Musa əleyhissalamdan uzaq düşmüş oldu. Ardıca Quran deyir ki, əgər istəsəydi, onu ayələrimiz vasitəsilə ucaldardıq. Amma o yerə yapışdı. Yerə yapışmaq nə mənada? Yəni, zəlil insan yerlə bir olur da, bu mənada. Və nəfsinə tabi oldu. Onun məsəlini insanlar üçün Quran açıqlayanda deyir ki, onun məsəli bir itin məsəli kimidir. Ona hücum etsən, ağzını açıb hürər və belə desək, dilini bayıra çıxarar. Ondan əl çəksən, yenə də belə eləyər. Bu nə mənadır? Quran-ı Kərim bir məcaz verir burada. Yəni, dünya pərəstlərin misalı bax belədir. Sonra deyir ki, bu ayələrimizi təkzib edən kəslərin məsəlidir. Bu əhvalatı danır, ola bilsin ki, bu barədə onlar düşünərlər. Yəni, bu ayə bizə də aiddir ki, biz bu barədə düşünməliyik. Deyə bilmərik ki, bu Bələm Bavraya aiddir, oldu və bitdi. Xeyr, buradan ümumiləşdirilmiş bir nəticə çıxarmalıyıq ki, biz də əgər elmimiz varsa və yaxud elm öyrənməyə çalışırıqsa, niyyətimiz budursa,
imanlı olmağa çalışırıqsa, bilməliyik ki, Bələm Bağra kimi bir misalımız var. Bu, ondan xəbər verir ki, gərək imanımızda diqqətli olaq, elmimizdə diqqətli olaq, elmi öyrənərkən diqqətli olaq. Bir anda əgər mənəvi müvazinətimizi itirmiş olsaq, bizim də hekayəmiz Bələm Bağranın hekayəsi kimi olmuş olar. Ona görə Quran-Kərim bunu bizə xatırladır ki, Allah insandan istəyir ki, insan bunun barəsində bir düşünsün. Necə ki, başqa bir şeyləri Allah Quran əhvalatları açıqlayanda deyir ki, İnnə fī zəlikə lə'ibrətən liulil əbsar. Deyir, bunda bəsirət sahibləri üçün bir ibrət var. İbrət var, əgər insan görsə bilər ki, Bələm Bağranın hekayəsi elədir ki, mənlə eyni dövrdə yaşamayıb. Amma hansı dövrdə yaşamağından asılı olmayaraq mənim üçün bir ibrət var burada. Və ona görə Hz. İsa aleyhissalam da bir hədisində buyururdu ki, ən bədbəxt insan elmi ilə tanınan, əməli ilə görünməyən kəsdir. Yəni, ən bədbəxt şəxs odur ki, onun elmi var, amma onun əməlində bu elm görünmür. Elə onun elmi dilindədir, elə danışmağa yaxşıdır. Əmələ gələndə görürsən ki, hamıdan geridədir. Çox bu bədbəxtlik nişanəsidir. Buna görə insan bilməlidir ki, öz elmindən də, imanından da insan müğayət olmalıdır və onu qorumağa çalışmalıdır. Bələm Bağranın əhvalatını Quran bizim üçün danışanda da bizə bildirir ki, bundan nəsihət alın ki, onun kimi olmayasınız.